təcvidlə oxuma ancaq Qur'an-ı Kərim üçündür. Allah Teala Qur'an-ı Kərimi təcvidlə oxumağımızı buyurur. Təcvid hökmlərinə, qaydalarına əməl edərək Qur'an-ı Kərimi tilavət etməmizi buyurur. Uca Allah deyir: وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا Qur'anı aramla, yəni təcvid qaydalarına riayət edərək, hərflərin məxrəclə əməl edərək oxumağımızı buyurur. Qur'an-ı Kərimdən savayı dualar, zikirlər, namazın sözləri, azan oxumaq, iqamə vermək, bütün bunların hamısı təcvid qaydalarına riayət etmədən oxunur. Təcvidsiz şəkildə tilavət olunur. Namaz qılarkən namazın sözləri, içərisində olan dualar, azan oxumaq, iqamə vermək, kəlmə-i şəhadət gətirmək, bütün dualar və zikirlər ərəb dilində oxunur, amma təcvid qaydalarına riayət etmədən, təcvidsiz şəkildə. Ona görə ki, təcvid ancaq və ancaq Qur'an-ı Kərim üçün gəlib nazil olmuşdur.